Ölkə ərazisində davam edən leysan xarakterli yağış və küləklə müşahidə olunan kəskin hava ilə əlaqədar yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün polis əməkdaşları tərəfindən gecə saatlarından başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, paytaxtla yanaşı ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş iş rejimində xidmət təşkil olunaraq davam etdirilir. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada keçidlərinə əlavə polis naryadları cəlb edilib. Park və xiyabanlarda piyadaların rahat hərəkətini və mənzil başına təhlükəsiz şəkildə çatmasını təmin etmək məqsədi ilə əlavə naryadlar tərəfindən digər dövlət orqanları ilə birgə tədbirlər görülür. Polis əməkdaşları tərəfindən işğaldan azad olunan ərazilərdə də təhlükəsizlik məqsədi ilə tədbirlər həyata keçirilir. Bu istiqamətdə işlər fasiləsiz davam etdirilir.